Vicdansızlar vicdandan danışanda mən özümü saxlaya bilmirəm. Bir neçə gün bundan öncə bir videoya baxdım. Səfərbərlik və hərbiyə çağırış üzrə Dövlət Komitəsinin bir kapitanı Hikmət Tula Hikmət kapitandır ya. Deyir ki, vətən qarşısında borcun verməyənləri cinayət gözləyir. Sən kimə vətənə borcun verməyib yaxşı bilirsən. Bütün məmurların övladları, bütün millət vəkilləri, qohum əqrabaları, Paşayevlər və Əliyevlər ailəsi. Onların heç bir əskərlikdə olmayıb, heç biri dövlət xidmətində olmayıb və heç biri müharibə zamanı bir dəfə də olsun cəhbədə olmayıb. Sən mənə vətəndən danışa bilmərsən, Azərbaycan vətən çoxdandan işğal olunub. Əliyevlər, Paşayevlər tərəfindən. Nətər mənim bu vətənə borcum var ki, uşaq dünyaya gələndə dövlət yoxdur. Bağçaya gidəndə, məktəbə gidəndə, universitetə gidəndə, xəstə olunur, uşaq heç bir yanında heç kim yoxdur, dövlət yoxdur. Hər şey özüm biləm, 18 yaşında vətənə borcu var. Mən vətəndə deyirəm axı vətənə borcum olsun onun. Mən işğal olunmuş Azərbaycandayam. Azərbaycanı işğal edib Əliyevlər, Paşayevlər. Sən vətən sevgisin, inandırım sana bu adamı heç Qarabağ vuruşunda da olmayıb. Sən vətən sevgisin, get qazidən soruş. O qazidən ki, onun övladı qayıtıb deyirlər ki, övladı jurnalist sual verir. Sənin arzun nədir? Deyir, arzu ilə matama dərman versinlər, gecələr ağırdan yata bilmir. Sən özün yandıran qazidən soruş. 40'dan çox qazi, 50'den çox qazi özün yandırdı, astı. Özlerine suikast etdilər. Vətən üçün vuruşlar. Onların bir çoxunun əskəri xidməti eləyib qurtarmışlar. Könüllü olaraq vətən sevdikləri üçün getdilər. Sən oturmuşsan kabinetdə götün isti yerdə vətəndən danışırsan mənə. Sən vətən qanırsan nədir? Bütün məmurların övladları, bütün millət vəkillərin qohum əqrabaları, icra hakimiyyətinin bütün qohumları, bütün rayonlardakı heç biri vətən qarşısına borcun verməyib. Bir il 6 ay xidmət etmişim. Tükürüm o bayandı belə təmən. Mən bu günləri Azərbaycanımı işğalda görürəm. Sonda qayıtıb bilsə nə deyir bu? Sonda qayıtıb deyir ki, bu vicdan məsələsi sənin vicdanın yoxdur axı. Yoxdur ora tükürüm. Bir balaca vicdanı oturup bir meçka alıp tüpürələmə snayperi kimi. Yoxdur axı sənin vicdanı. Ne senin var, ne Zakir Həsənovun vicdanı var, ne Elçin Quliyevin, ne Kamran Əliyevin, ne Vilayət Eyvazovun, ne bütün Paşayevlərin, Əliyevlərin vicdanı var. Mənim qazim vətən üçün vuruşub, qolu yoxdur. 3-cü qrup verirlər. Aman qol Sahil Babayev. Şərəf və tüpürüm sənin. Bu nasıl qol çıxacaq onda? Siz niyə görə vətən üçün vuruşan, vətəni sevən övladları bugünə qoydunuz ki, bugünə heç kim vətəni sevmək istəmir. Azərbaycan xalqının, kasıb xalqının heç kimin vətənə borcu yoxdur. Çünki bizim vətənimiz yoxdur, vətənimiz işğal olunub. Sən vicdan bilmək istəyirsən nədir? Ay Hikmət Tula. Sən get, onu qazidən soruş. Şərliyib həbsədin qazidən soruş. Cibinə narkotik attığın, tutturduğun qazidən soruş. Özünü öldürmək istəyən qazidən soruş. Sahil Babayanın evinin qarşısında hansı ki dövlət qurumudur ya, orada yatan qazidən soruş. Sənin kimi tulalar heç vaxt vicdan bilməyib nədir. Nə şərəf, nə vicdan bilməyib nədir. Biz deyirik ha, bunlar ermənidir. Bunlar erməni də deyil. Bunlar Azərbaycan qanına susan bir faşist qurumdular. Faşistdən də beş bətərdirlər. Bunlar Azərbaycan xalqını sevən, vətənini sevən övladlarının qanına suyan bir cındırlardır.